Bugün paylaşıram reseptlə günəşli ərik pastası. Əriki mövsümü yaxınlaşıb, ona görə belə reseptlər çox olacaq. Xəmir üçün yumurta 3 dənə və şəkəri 100-120 qram yaxşıca qarışdırırıq. Sonra əridilmiş yağ qatırıq, 100 qram kara yağı. Xamar 3 xörək qaşığı, 1 dolu çay qaşığı qabartma tozu, vanilin və bura gedir 210-230 arası qram xam un. Çörək qabını yağına bir sürtürüm, sonra biraz un səpirik və xəmiri tökürük. Üstündən doğranılmış ərikləri qatırıq, qarışdırırıq bu belə. Sonra da üstünə basırıq ərik yarımlarını. Üstünə biraz şəkər səpirik, badam ləçəklərini və 175 dərəcədə 40-45 dəqiqə hazırlayırıq.